Bizim nəsil ədəbiyyata gələndə 1937-ci ilin günahsız qurbanları artıq həyatda yox idi. Biz Hüseyn Cavidləri, Əhməd Cavadları, Səlman Mümtazları, müşfiqləri tanımır, əsərlərini oxumamış, yalnız adlarını eşitmişdik. Əhməd Cavadı bizə xalq düşməni kimi təqdim edən o zamanın dəstliklərindən biz onun yalnız ikicə misrasını bilirdik. Əyil külüm, əyil keç, dövran sənin deyil keç. Bu iki misra isə Sovet totalitar sistemi haqqında həqiqəti eşitmək, həqiqəti bilmək eşqi ilə yaşayan o zamanki gənclərin qulağına həqiqəti pıçıldayırdı. Bəli, o dövran həqiqəti deyən Cavadların, Cavidlərin dövranı deyildi. Və Əhməd Cavad kürə əyil deyirdisə, amma özü əyilmədi, onu əyə bilmədiklərinə görə də məhv etdilər. Əhməd Cavadın məşhur Göygöl şeirindən bir bəndi o zaman mənə mərhum şairimiz Osman Sarıvəlli demişdi. O şeir indi də qulaqlarımdadır. Kəsin eyşin-uşu, gələnlər, susun. Dumandan yorğanı, döşəyi yosun. Bir yorğun pəri var, biraz uyusun. Uyusun dağların maralı Göygöl. Bu bir bənd şeir, onun müəllifinin zərif ruhundan, şairanə təbiyyətindən, doğma Azərbaycan torpağına vurğunluğundan xəbər verirdi. Əhməd Cavadın başqa şeirlərini tapmaq, oxumaq və ondan öyrənmək istəyirdik. Lakin o zamanın gənclərinə bu imkan yox idi, gənclərində bu imkan yox idi. Zaman keçdi, Xruşşovun nisbi islahatından sonra xalqdan gizlədilən böyük fikir adamları, o cümlədən Əhməd Cavadın irsi xalqa qaytarıldı. Mən ilk dəfə 1987-ci ildə İstanbulda Əhməd Cavad sənətinin böyüklüyünün və bu sənətə Türkiyədə verilən qiymətin şahidi oldum. Atatürk adına İstanbul Kültür Mərkəzində mənimlə Türk ziyalılarının görüş gecəsi idi. Mən salona daxil olanda magnetofonda iliklərimə qədər işləyən bir mahnı çaldırdılar. Mahnıya bütün salon ayağa qalxdı. Hamı elə bil sehirlənmişdi. Sonda isə salon mahnını alqışladı. Məni müşayiət edən şair dostum Yavuz Bülent Bakilərin qulağına əyilib, bu nə mahnıdır deyə xəbər aldım. O gülümsünüb, bu sizin böyük şairiniz Əhməd Cavadın Çırpınırdı Qara Dəniz şeirinə yazılmış mahnıdır dedi. Sonra mənə məlum oldu ki, bu mahnı bütün Türkiyədə məşhurdur. Görüş bitəndən sonra mən şair dostumdan xahiş etdim ki, bu mahnının lentini tapıb mənə versin. Həmin lent bugün də məndədir. Mən Əhməd Cavad poeziyasının özünə məxsusluğunu və bugünkü şeirimizdəki mövqeyini nədə görürəm? Birinci növbədə mənsub olduğu xalqın ruhunu, dərd-i sərini, psixologiyasını, adət və ənənəsini dərindən bilməsində, bir sözlə millətinə vurğunluğunda görürəm. 1920-ci ildə yazdığı Vətəndaş şeirindən misal gətirdiyi aşağıdakı misralara diqqət yetirin. Düzülmüş yollara acılar karvanı, karvanla bərabər ağlar sənindir. Yaxın gəl qardaşım, uzaqdan baxma, o göz yaşları ki axar sənindir. Vətəndaş, şərik ol onun dərdinə, o göz ki yollara baxar sənindir. Millətini bir-birinə dayaq olmağa, bir-birinin dərdinə şərik olmağa, yumruq kimi birləşdirməyə çağıran bu şeir elə bil bugün üçün deyilmişdir. Çünki Əhməd Cavad şair olmamışdan əvvəl böyük vətəndaş idi. Şeirləri də böyük vətəndaşlığının məhsuludur. Buna görə də o bugün də bizimlədir, sabah da bizimlə və nəticələrimizlə birlikdə olacaq. Sözümün sonunda mənim bir təklifim var. Çox yaxşı eləyib müharibə şəhidlərimiz üçün abidə yaratmışıq. Bu abidə həm də gələcək nəslin tarix yaddaşına xidmət edəcək, bizdəki unutqanlıq onlarda olmayacaq inşallah. İndi torpağımızda müharibə gedir, amma gələcəkdə belə bir abidəni də 1937-ci ilin qurbanlarına ucaltmalıyıq. Qoy gələcək nəsillər vətən naminə yanıb yaradan bizim böyük ziyalılarımızın Sibir zindanlarına çürmələrinə xəbərdar olsun və zamanın bu amansızlığından dərs götürsünlər.